Fason Radyo. Fazyon Radyo'ya hoş geldiniz. Azerbaycan'dan haberler programındasınız. Stüdyomuz yine Bakü'de. Tarih 23 Nisan 2026 Perşembe. Ben Özlem ve yanımda her zamanki gibi sevgili Ali var. Ali, selamlar. Bakü'de havalar nasıl? Salam Özlem, hər vaxtın xeyir. Bakıda hava bahar havasıdır. Günəşli və xoşdur. Bütün dinləyicilərimizi salamlayıram. Gündəm isə bir o qədər də günəşli deyil. İstəyirsənsə başlayaq. Başlayalım tabii. Dinleyicilerimiz de merakla bekliyor. Nedir bugünün öne çıkanları? İlk xəbərimiz beynəlxalq aləmdən gəlir. Amnesty International təşkilatı Azərbaycanla bağlı son hesabatını açıqlayıb. Hesabatda ölkədə insan haqları vəziyyətinin gərgin olduğu və repressiyaların davam etdiyi vurğulanır. Bir dakika Ali, represya dedin. Bu kelimeyi biz pek kullanmayız. Baskı, yıldırma, sindirme gibi mi anlamalıyız? Raporda tam olarak ne tür baskılardan bahsediliyor? Bəli Özləm, tam olaraq elədir. Baskı və təqiblər. Hesabatda qeyd olunur ki, xüsusilə müstəqil jurnalistlər, siyasi fəallar və hökuməti tənqid edən şəxslər hədəf alınır. Onlara qarşı saxta ittihamlarla cinayət işləri açıldığı, həbslərin davam etdiyi bildirilir. Məsələn, Azadlıq Radiosu və Meydan TV kimi müstəqil media orqanlarının əməkdaşlarının üzləşdiyi çətinliklər buna misal göstərilir. Təşkilat Azərbaycan hökumətini beynəlxalq öhdəliklərini əməl etməyə və bütün siyasi məhbusları azad etməyə çağırır. Anlıyorum. Yani durum ciddi. Özellikle Azadlık ve Meydan TV gibi sizin de sıkça kaynak gösterdiğiniz bağımsız mecraların çalışanlarının hedef alınması haber alma özgürlüğü açısından endişe verici. Peki hükümet kanadından bu rapora bir yanıt geldi mi? Hələlik rəsmi bir reaksiya verilməyib. Ancaq adətən belə hesabatlara cavab olaraq Azərbaycan rəsmiləri iddiaların qərəzli və subyektiv olduğunu, ölkədəki reallığı əks etdirmədiyini bildirirlər. Yəqin ki, yaxın saatlarda və ya günlərdə oxşar bir açıqlama görəcəyik. Takipte olacağız o zaman. Peki ikinci haber ne diyor? Biraz daha ekonomik konulara mı geçiyoruz? Bəli, iqtisadiyyatla bağlı narahat edici bir xəbər var. Azərbaycanda problemli kreditlərin həcmində artım müşahidə olunur. Yəni, vətəndaşların və şirkətlərin banklara olan borclarını vaxtında ödəyə bilməməsi halları çoxalıb. Bu vəziyyətlə əlaqədar olaraq icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi müzakirə edilir. İcra memurları, yani bizdeki icra memurları. Yetkilerinin genişletilmesi ne anlama geliyor? Daha mı kolay haciz yapabilecekler yoksa borçlular için yeni yaptırımlar mı gündemde? Bu artışın sebebi ne peki? Ekonomik bir durgunluk mu var? Dəqiq olaraq səlahiyyətlərin necə genişləndiriləcəyi hələ tam aydın deyil. Qanun layihəsi müzakirə mərhələsindədir. Ancaq ehtimal olunur ki, borcların daha tez və effektiv şəkildə yığılması üçün onlara əlavə alətlər veriləcək. Məsələn, borclunun əmlakının dondurulması və ya ölkədən çıxışına qadağa qoyulması kimi prosedurlar sadələşdirilə bilər. Artımın səbəblərinə gəlincə, ekspertlər bunu həm pandemiyadan sonraki dövrün təsirləri, həm də son zamanlar müşahidə olunan inflyasiya ilə əlaqələndirirlər. İnsanların gəlirləri azalıb, xərcləri isə artıb. Bu da kreditləri ödəməyi çətinləşdirir. Bizde de benzer tartışmalar zaman zaman oluyor Ali. Kredi borçları gerçekten de hassas bir konu. Umarım vatandaşları mağdur etmeyecek bir çözüm bulunur. Biraz da iki ülke ilişkilerine dair bir haber var mı ajandanda? Əlbəttə var. Türk Dövlət Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin dəyərli dövlət xadimi Binəli Yıldırım Azərbaycana səfəri çərçivəsində ölkəmizin Qarsdakı baş konsulluğunu ziyarət edib. Orada Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyətindən danışıb, əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Binali Yıldırım, Aksakallar Konseyi Başkanı. Kendisi Türkiye'de de çok sevilen bir siyasetçidir. Bu ziyaretler iki devlet bir millet sözünün sadece lafta kalmadığını gösteriyor. Güzel, sevindirici bir haber. Bəli, bu cür ziyarətlər hər zaman iki ölkə xalqı tərəfindən dərin rəğbətlə qarşılanır. Ancaq gündəmdə təkcə siyasət yoxdur Özləm. Biraz da sevindirici, qürurverici xəbərlər var. Harika, biraz moral depolayalım. Nedir o güzel haber? Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub. Gənc və istedadlı pəhləvanımız bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb və bayrağımızı Avropanın zirvəsində dalğalandırıb. Oo, süper. Tebrikler. Güleşçi yani güreşçi. Pehlivan da pehlivan. Bu kelimeler ne kadar benziyor, ne kadar yakın olduğumuzu bir kez daha anlıyorum. Sporcularımızın başarıları her zaman göğsümüzü kabartıyor. Canı gönülden tebrik ediyoruz şampiyonumuzu. Çox sağ ol Özləm.
təbriklərini idmançımıza çatdırarıq. Amma təəssüf ki, son xəbərimiz bu qədər sevindirici deyil. Səhiyyə ilə bağlı bir xəbərdarlıq var. Dinliyorum Ali. Nedir konu? Azərbaycanda qızılca xəstəliyinə yoluxma hallarının yenidən artdığı barədə həyəcan təbili çalınır. Səhiyyə Nazirliyi və mütəxəssislər əhalini, xüsusilə də valideynləri diqqətli olmağa və uşaqların peyvəndlənməsinin vacibliyini bir daha xatırladırlar. Kızılca yani kızamık değil mi? Aman aman çok tehlikeli bir hastalık. Özellikle çocuklar için. Türkiye'de de aşı karşıtlığı nedeniyle zaman zaman vakaların arttığını görüyoruz. Azerbaycan'da durum ne kadar ciddi? Salgın boyutunda mı? Hələlik salgın demək tezdir, ancaq yoluxma hallarının sayı narahat edəcək səviyyədədir. Unutmaq olmaz ki, qızılca çox yoluxucu bir xəstəlikdir və peyvəndlənməmiş insanlar arasında sürətlə yayılır. Məhz buna görə də həkimlər təkrar çağırış edərək peyvənd cədvəlinə ciddi riayət etməyi tövsiyə edirlər. Xüsusilə uşaq bağçaları və məktəblərdə risk yüksək olduğu bildirilir. Anlıyorum. Umarım bu uyarılar dikkate alınır ve gerekli önlemlerle hastalığın yayılması engellenir. Evet Ali, bugün de gündem epey yoğundu. İnsan haklarından ekonomiye, spordan sağlığa birçok konuya değindik. Ağzına sağlık. Sağ ol Özlem. Həqiqətən də dolu bir gün idi. Dinləyicilərimizi də bizi dinlədikləri üçün təşəkkür edirik. Evet, Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Sağ olun, salamat qalın. Fason Radyo